bugün çoxlarınızın asudə vaxtınızda, bu asudə vaxtınızda təqdimatım üçün, vaxt ayırdığınız üçün hər birinizə özlərini təşəkkür edirəm, minnətdarım. Əsərlə bağlı ilk öncə bildirmək istəyirəm ki, şeiriyyata, ədəbiyyata hər zaman həvəs olan bir insan olmuşam. İstər məktəb zamanından hər zaman ən sevdiyim fənlərdən biri az ədəbiyyat fəni olmuşdur ki, Azərbaycan ədəbiyyat fəni olmuşdur. Lakin həyatda başqa bir sahəyə keçmişəm, başqa sahədə fəaliyyətdə ilerləmək üçün çalışmaq və s. Mən biraz ədəbiyyatdan uzaq salmışdır. Lakin demək olar ki, indilərdə yenidən ədəbiyyata qayıtmışam. Əsərlə bağlı ilk öncə sizə bildirmək istəyirəm ki, həqiqətən də əsərdə hadisələr çox sürətli şəkildə cərəyan olunur. İlk öncə kitab oxumağa həvəsi olmayan, kitab oxumağa səbri çatmayan insanlara öz müjdəmi vermək istəyirəm, şad xəbəri vermək istəyirəm ki, əsərdə qətiyyən təsvirlərdən hər hansısa bir mövzuya keçməmişdən qabaq baş verən təsvirlərlə qətiyyən oxucu yorulmayacaqdır. Əsərdə hadisələr sürətli şəkildə cərəyan olunur və ancaq konkret olaraq mövzulara toxunur. Burada yorulmayacaqsınız qətiyyən. Bundan başqa əsərin personajlarının çoxu, yəni əsas qəhrəmanlar eyni kəndin nümayəndələrdirlər və hadisələrin də davamında müəyyən mövzulara toxunur ki, əsərdə din, ateizm mövzusu var, sevgi mövzusu da var. Bütün bəzi mövzular var ki, bəzi mövzular hər birinə toxunulur əsərdə. Bundan başqa əsər 2 cilddir, amma 1100 vərəq təxminən səhifə olması sizləri qətiyyən qorxutmasın. Yəni, dediyim kimi, yenə də təkrar edərək bildirmək istəyirəm ki, sürətli şəkildə hadisələr cərəyan edir. Birinci 6 bölmədən ibarətdir. Birinci, ikinci,